9-cu sinif üzrə olimpiada suallarından davam edirik. Nümunənin morfoloji təhlili ilə bağlı yanlış fikirləri seçin. Mənə bir sərgi salonu verin, orada bir insan şəkli asacağam. Adi bir insan. Hal şəkilçisi ilə işlənmiş sözlər eyni nitq hissəsinə aid deyil. Mənə yönlük hal şəkilçilidir, əvəzlikdir. Orada yerlik hal zərfdir. Eyni nitq hissəsinə aid deyil. Bəli, doğrudur. Quruluşca düzəltmə söz adlı haldadır. Quruluşca düzəltmə söz sərgi salonu, sərgi, sərginin salonu. Bu yiyəlik, qeyri-müəyyən yiyəlik haldadır. Ona görə 2 yanlışdır. Feillər eyni qrammatik məna növündə və feilin eyni şəklindədir. Verin əmr şəklində, asacam xəbər şəklindədir, yanlışdır. Eyni növdədirlər, məlum növdədirlər, amma şəkillər eyni deyil. Nümunədə köməkçi nitq hissələrindən yalnız ədat işlənib, bəli, bir ədat işlənib. Sifət işlənmə yerinə görə azaltma dərəcəsində ola bilsə də, çoxaltma dərəcəsində olmur. Burada adi sifət var. Ən adi, lap adi şəklində işlədə bilirik. Çoxaltma dərəcəsində yanlışdır. İsimlərdən biri işlənmə yerinə asılı olaraq sifət kimi düşünülə bilər. İnsan şəkli. Burada şəkli ismini biz sifət kimi də düşünə bilərik yerindən asılı olaraq. Məsələn, şəkli yazı. Deməli, 2, 3, 5 bizim yanlış fikirlərimizdir. Uyğunluğu müəyyənləşdirin. Ədatların məna növlərinə görə uyğunluqdur. Sən ha bir sonasan, cüda düşübsən, bir bölük yaşılbaş, sonadan bəri. Burada bir ədatı, ha ədatı, bunlar qüvvətləndirici ədatlardır. Nə gözlərim səni görsün, nə könlüm qubar eyləsin. Burada ümumiyyətlə ədat yoxdur. Gəl qoşulaq durnalara, vətən sarı uçaq, uçaq. Gəl, gəl, qoy, bax, bunlar əmr ədatlarıdır. Bircə dəfə öpə bildim telindən, bircə dəfə can eşitdim dilindən. Burada ca ədatlarını görürük. Ca təbii ki, qüvvətləndirici ədatdır. Əzizinəm din barı, danış barı, din barı, 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 bunlar da arzu ədatlarının nümunədir. C, A, D, E. C variantı bizim doğru cavabımızdır. Bütün məqamları nəzərə almaqla feillərə aid ortaq fikirləri seçin. Bütün məqamlar, deməli, gəlin təhlil edək. İçirdi. Bir də yazaq. İçirdi. İç sözün kökü içirdi. Zaman idi hissəciyi. Bir də içirdi. İç sözün kökü irleksik d zaman. Keçirdin. Keç sözün kökü keçir. Keçirdin demək. Ir zaman, id hissəciyi, en şəxs sonluğu, bir də keçirdin. Keç sözün kökü, keçirmək, ir leksik, diz zamanın şəxs sonluğu. Bir də bir təhlildə belə olar ki, keçir, keç, keçir, keçird, keçirdin əmr şəklində, siz keçirdin. Feilin 2 müxtəlif şəklində düşünmək olar. Keçirdini bəli düşünmək olar. Əmr şəkli, xəbər şəkli, amma içirdi sözü ilə xəbər şəklində olur. Ortaq fikir kimi götürmək olmaz bunu. 2 müxtəlif zamanda düşünmək olar. İçirdi deməli indiki və keçmiş zaman, keçirdin də eyni şəkildə indiki və keçmiş zamanda düşünmək olar. 2 doğrudur, ortaqdır. Tərkibində bir leksik, bir qrammatik şəkilçi var. İçirdiyə bunu aid götürmək olar, amma keçirdində hər bir halda yəni bir leksik, bir qrammatik olmur. Ya 2 qrammatik olur, bir leksik olur, ya 3 deməli qrammatik olur, ya 2 leksik, bir qrammatik olur. Bu yanlışdır. Quruluşca həm sadə, həm düzəltmə söz kimi təhlil etmək olar. Bəli, qrammatiklər olanda sadə, leksik şəkilçi olanda düzəltmə kimi düşünmək olur. 4 də ortaqdır. Sözdə idi hissəciyinin işləndiyini əminliklə demək olmaz. Bəli, hər ikisinə aiddir. Çünki ortaq, belə deyək də, müxtəlif cür təhlil etmək olur. 2, 4, 5 bizim doğru cavabımızdır. Hansı nümunədə yazılışı tələffüzündən fərqlənən 5 şəkilçi işlənmişdir? Güləndə yanaqlarının, yanaq bu sözün kökündədir, batması ona xüsusi gözəllik verirdi. Burada 5 şəkilçidə belə deyək də yoxdur. Bir şəkilçidə cəmi fərqlənmə var. Əsərdəki maraqlı
yenə kökdədir. Dialoqlar kökdədir. Gərginliyi, bəli, bir şəkilçidə daha da artırmışdır. Da olduğu kimi qalır. Burada da bir şəkilçidədir. Heç gözləmirdik ki, göz sözün kökü la şəkilçi, bəli. Burada bir gözləmirdik. Burada da şəkilçidədir ki, bundan burada da şəkilçidədir. Sonrakı fəaliyyət y-nın biri düşür. Ancaq burada sözün kökündədir. Fəaliyyətlərimizi, bəli, lar şəkilçisindədir. Dəyərləndirsinlər. Dəyərləndirsinlər. Lan şəkilçisindədir, bir də lar şəkilçisindədir. Deməli, 6 şəkilçi işlənib, tələffüzündən yazılışı fərqlənən, ona görə C-də yanlışdır. Nəticələrlə bir şəkilçi, lar şəkilçisi, bağlı açıqlama. Deməli, az sözün kökü ıq şəkilçisindədir, var 2. Verildik, İHA keçir. Burada da dik şəkilçisində deməli fərqlənmə var. Həyəcanlanırdıq. Lan nana keçir. Bu şəkilçidə də var. Dıq, orada da ıq deməli xıya keçir. Bu şəkilçidə də var. Deməli 5 şəkilçidə yazılışından fərqlənən, tələffüzü yazılışından fərqlənən 5 şəkilçi bu variantdadır. Əlindəki çiçəkləri kökdədir. Anasına çatdırmaq bir şəkilçi üçün səbirsizlənirdi. Burada da 2 şəkilçilər cəmi. D variantı bizim doğru cavabımızdır. Məntiqi ardıcıllıq nəzərə alınaraq boşluğa hansı cümlə yazıla bilər? Bu sual 10-cu sinifdə də düşmüşdü. Yəni orada izahı verilib, istəsəz keçid edib baxa bilərsiniz. Cavab D variantı olacaq burada. Hansı bənddə kökləri eyni olsa da eyni köklü olmayan sözlər işlənmişdi? Yükü qaldırmaq üçün ehtiyat tədbirləri görülmüş, qaldırıcı kran işlək vəziyyətə gətirilmişdi. Qaldır köküdür sözün, qaldırmaq. Deməli, qaldır, burada da qaldırıcı. Köklər eynidir, amma qaldırmaq sözündə leksik şəkilçi olmadığına görə eyni köklü sayılmırlar. Bu qədər. Digərlərinə də baxaq. Nənə, əldən ələmək. Nənə ələyə 3-4 boş qap. Ələmək, birinci əl leksik, ikinci əl yönlükal olduğu üçün qrammatik. 3-4 boş qap un töküb ələdi. Yenə ələmək. Yox. Burada birisi necə olacaq? Onu düzəldək. Bu da belə olacaq. Nənə ələyə. Burada əl sözün kökü, ələ leksik, ələk Q-ya keçib, ələməkdən ələk, ələyə. Burada da ələmək, ələdir. Ələmək və ələk, bəli, eyni köklüdür. Köklər eynidir, üzərində leksik şəkilçi var. Köklərdə eynilikdə də eyni mənadadır, bəli. Silahlanmış, silahlanmış, silahlılara, bəli, bu da eyni köklüdür. Artırılmış, artırıl, artırılmış, yenə artıq. Köklər eynidir, üzərində leksik şəkilçi var. Ana yaşadığı hadisədən hələ də özünə gələ bilmirdi. 5 yaşlı oğlu bir an içində suda boğulacaqdı. Deməli, burada yaşadığı kök yaş, yaşa, leksik, yaşadığı, dıq plus ı. 5 yaşlı, yaşlı. Burada da eyni köklü sayıla bilir. Köklər eynidir və üzərində leksik şəkilçi vardır. Cavab A variantı. Cədvəldəki verilənləri düzgün qruplaşdırın. Deməli, sözləri leksik mənalarına görə qruplaşdırırıq. Sivri, iti, şiş deməkdir. Şimal, düz hamar deməkdir. Yalçın, çox dik, çılpaq, sıldırımlı, bəli, yalçın qayalar aid olduğu ismə görə müəyyən eləmək olar. Deməkdir. Kontrast isə kəskin təzad və fərq deməkdir. C, A, D, B. Cavab B variantı.
Əlabbas kişinin atası Usta Həzrətqulu buranı alanda bu həyətdə 2 otaqlı, 1 mərtəbəli kiçik bina vardı. Deməli vardı. Gəlin baxaq. Vardı bina, kiçik bina, 1 mərtəbəli bina, 2 otaqlı bina. Həyətdə vardı, harda vardı? Bu həyətdə nə vaxt vardı? Deməli Əlabbas kişinin atası Həzrətqulu buranı alanda bilirik ki, feili birləşmənin əvvəlində sifət belə deyək də təyin işlənə bilməz. Ona görə bütöv zərflik. Cümlə üzvləri arasında uzlaşma əlaqəsində cümlənin 2 yerində rast gəlinir. Mübtəda ilə xəbər arasındadır, başqa yoxdur. Ardıcıllıqla zərflik, təyin, yenə zərflik, təyin, mübtəda, xəbər işlənmişdir. Doğrudur. Həmcins üzvlər bir-biri ilə tabiilik əlaqəsindədir. Ümumiyyətlə, həmcins üzvlər bir-birinə tabiəsizlik əlaqəsində olur, çünki onlar bərabər hüquqludular. Həmcins, deməli, mübtəda mürəkkəb isimli ifadə olunub, sadə isimli ifadə olunub, bina. Nümunədəki təyinlərin hamısı həmcinsdir. Xeyr, bu təyini digərləri ilə həmcins deyildir. Ona görə edə yanlışdır, cavab B variantı. Verilən sözlərin ilk hərfini qarşısında verilmiş hərflərlə əvəz etsək, yaranan sözlərin hamısında amonimlik xüsusiyyəti olacaq. Hamısında. Bir bənddə bu uyğunluq gözlənilməyib. Şan, deməli q ilə ilk hərfini qarşısındakı hərflərlə əvəz edirik. Qan, şan olur qan, bir var qanmaq, bir var damardakı qan, amonimdir. Dan, bir dan yeri, bir də danmaq, bu da amonimdə çıxdı. Yal olur dal, bir var suya dalmaq, bir də var arxa mənasında dal. Sal, bir var salmaq feili, bir də var çayın üzərində o qayıq kimi taxtadan düzəldilən sal. Sarı, yarı, bir var yarı, yəni tamın yarı hissəsi, yarımçıq, bir də var yarımaq feili. Qarı, yenə qarmaq, qocalmaq feili, bir də qarı elə qocaq, arvad mənasında. Dad, yad, yad bir var yad, yaddaş mənası, bir də var yad, özgə mənasında. Şad, amma şad sözünün amonimliyi yoxdur. Yaş, daş, bir var daşmaq feili, suyun daşmağı, bir də daş, normal bu bərk halında olan o cisim, daş. Çaş, bir var çaşmaq feili, yəni özünü itirmək, çaşıb qalmaq mənasında. Bir də var çaş göz, yəni əyri mənasında. Burada da amonimlik var. Cavab D variantı. Verilən fikirlərdən biri yanlışdır. Cümlədə sər şəkilçisi varsa, həmin cümlə quruluşuna görə sadə ola bilməz. Halbuki ola bilər. Məsələn, deyirik ki, kimsə bunu bilir. Kimsə. Sər şəkilçisi var və cümlə sadədir, amma deyir sadə ola bilməz. Ona görə C yanlışdır. Üzr istəyirəm, A yanlışdır. Gülməlidir feili cümlənin həm ismi, həm feili xəbər ola bilər. Bəli, gülməlidir o gülməlidir vacib şəklində olarsa feili xəbər. Bir də bu əhvalat gülməlidir. Yəni feili sifət kimi düşünsək, bu zamanda ismi xəbər olacaq. Bu doğrudur. Qaçaq sözünün tərkibinə görə 3 cür təhlil etmək olar. Bir qaç, yəni biz qaçaq, əmr şəklində, arzu şəklində, kaş qaçaq, qaçaq. Bir də sifət kimi bütöv leksik şəkilçi qaçaq. Təsriflənən feillər cümlədə feili xəbərin ifadə vasitəsi olur, doğrudur. Tərkibində qrammatik şəkilçi olan sözlər də eyni köklü söz ola bilər. Bəli, əgər tərkibində leksik şəkilçi varsa, ən az bir leksik şəkilçi varsa, qrammatik şəkilçi olsa belə sonradan, yəni yenə də eyni köklü ola bilər. Doğru fikirləri seçin. Çoxmənalı sözlər, amonimlər və antonimlər məna tayları eyni leksik məna ilə bağlı olur. Bəli, çoxmənalı sözlər adətən vahid bir leksik məna ilə bağlı olur və digərləri ondan törüyür. Sözün məcazi mənada işlənməsinə xeyr, amonimlər, antonimlər məcazi mənada işlənməsinə müəyyənləşmir. Yazılışı tərəffüzü eyni olur. Bəli, amonimlər və çoxmənalı sözlər. Məna tayları həmişə eyni leksiyasına aid olmalıdır. Bu amonimlərə aid də, amma antonimlərə aid deyil. Çünki o həm eyni, həm də fərqli leksiyasına
aid ola bilər. 1-3, yalnız 1-3 bizim doğru fikirlərimizdir. Cədvələ əsasən yanlış fikirləri müəyyən edin. Yazılışlarla bağlı bir sualdır. Yazılışında səhv yoxdur. Humanitar siyasət məsələləri şöbəsi doğrudur, səhv yoxdur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri K kiçiklə olmalıydı. T da kiçiklə olmalıydı. Səhv yoxdur deyir, amma səhv var. Ona görə yanlışdır. Yəni də bu Azərbaycan Respublikasının prezidenti müvafiq sərəncamında da bu var. Kənd təsərrüfatı kiçiklə hərflərlə yazıb ki, Kənd Təsərrüfatı Naziri. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi. Yoxdur, burada da səhv. Doğrudur. Azərbaycan Beynəlxalq Ana Dili Günü. Ana dili D böyükdən olmalıydı. Bir səhv var. Doğrudur. Azərbaycan Respublikasının baş naziri N kiçiklə olmalıydı. Bir səhv var. Doğrudur. Əməkdar incəsənət xadimi İ kiçiklə olmalıydı. Bir səhv var. Doğrudur. Nəsimi adlı Dilçilik İnstitutunun terminologiya şöbəsi T böyükdən olmalıydı. 2 səhv var deyir. Halbuki bir səhv var. 7 yanlışdır. Bakı şəhər icra hakimiyyəti Ş böyükdən H böyükdən olmalıydı. 2 səhv var, bəli. Nizami Gəncəvi adlı Ədəbiyyat İnstitutu. Yəni bu da doğru yazılıb, amma deyir 2 səhv var, ona görə yanlışdır. Deməli 2, 7, 9 bizim uyğun variantımızdır. Almas Yıldırımın Əsir Azərbaycanım şeirinin məzmunu ilə bağlı doğru fikri müəyyənləşdirin. Məzmun dediyinə görə təbii ki, biz burada formaya aid xüsusiyyətləri çıxacağıq. Məsələn, bəndlər şəklində də çıxdıq. Qafiyə quruluşu A, 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 B, B çıxdıq. Bədii suallardan istifadəni çıxdıq. Qaldıq B ilə D arasında. Sənətkar coşqun Xəzər vasitəsilə vətənə salam göndərir. Əksinə külək vasitəsilə, yəni rüzgar vasitəsilə salam göndərir. Salam desəm, rüzgar alıb götürsə. Gür səsimi göy Xəzərə ötürsə. Bəli. İlk bənddən müəllifin vətən həsrətilə yandığı bilinir. Bu fikir isə tamamilə doğrudur. Abdullah Şaiqin Ana-bacı əsəri ilə bağlı yanlış fikirləri müəyyən edin. Ana-bacı qəlbinin genişlə yadda qalan obrazı doğru. Əsərin təkkəçisi bəli Abdullah Şaiqin özü doğru. Ana-bacının uşaqlıq illərinin xoş xatirələrindən danışması. Onun heç bir xoş xatirəsi yox idi ki, ondan da danışsın. Ona görə 3 yanlış. Yazıcı ana-bacını köhnə nəslin son qəhrəmanı hesab edir. Doğru. Kasıb olmasına baxmayaraq ana-bacı heç bir məsələdən ötürü kimsəyə ağız açmır. Halbuki elə o belə deyək, təkkəçiyə ağız açmışdı. Yanlış. Ata-babadan və nəvələrdən başqa kimsəsi olmayan bu qadın, halbuki qızları da var idi, yanlış. Deməli 3, 5, 6 bizim doğru variantımızdır, D variantı. Cəfər Cabbarlının Ana şeiri ilə bağlı doğru fikri müəyyən edin. Əruz vəznində beytlər şəklində yazılmışdır. Səhvdir, bəndlər şəklində yazılıb. Kimdir o, nədir o bədii sualları əsərin bədii təsir gücünü artırmışdır. Bədii sual deyil, çünki cavab verilir ana, ana şəklində. Bu sualların cavabı olduğu üçün bədii sual deyil. Müəllif heç nədən qorxmadığını, yalnız ölüm qarşısında çarəsiz olduğunu dilə gətirir. Yanlışdır, ölümdən də qorxmurdu. Şeirdə təbiət hadisələrinə müraciət edilməsi ana obrazın emosional hisslərini ifadə edir. Ana obrazın yox, müəllif obrazının lirik qəhrəman anaya olan sevgisini tərənnüm edərək özünü itaət edən rahibə bənzədir. Bəli, deyir ki, sənə mən rahibəm itaətdə. Mirzə Ələkbər Sabirin Əkinçi şeiri ilə bağlı hansı fikir yanlışdır? Şeirdə kəndin ağır vəziyyəti mülkədar narahat etmir. Doğrudur. Kəndlinin amansızcasına istismar olunması, onun zəhmətinin boş getməsi əks olunmuşdur. Doğrudur. Mülkədar ilə kəndlinin dialoqu əsasında yazılmış satirə kəskin. Dialoq deyil, bu mülkədarın monoloqudur. Mülkədar insanlığı əsl insan olmağı dəbdəbəli həyat sürməklə eyniləşdirir. Doğrudur. Son bənddə biz bunu görürük. Deyir, mənim insanlıq olub məzin mədarım, meysiz məzasız keçməz oluşam, naharım. Kəndin yalvarışları, məzlum vəziyyəti mülkədar gözünü özünü türkülüyə qoymaqdır. Bu da doğrudur. Deyir, qoyma özünü türkülüyə, adi əkinçi. Yalvarma mənə, boynunu kəz qoyma qapımda şəklində ifadələrlə elə biz bunu eyniləşdirdik. Onu türkülüyə qoymaq kimi hesab elədik, deyə bilərik. Dəhnamə Şah İsmayıl Xətai əsərindən verilmiş nümunələrdən biri təsvir vasitəsini işlənmə-işlənməməsinə görə digərlərindən fərqlənir. Demək, gülməkdən ənar açıldı dəmdan. Gülməkdən, yəni narın burada gülməsi təbii ki, metafordur. Nərgiz oturur gözündə xabı, Nərgizin oturmağı metafor. Lalə oturur başında tacı, metafor. Lalənin oturmağı. Ağ donlu qeydi yasəmənlər, yasəmənin don geyinməyi metafor. Alma ağacı dibində sayə burada təsvir vasitəsi işlənməmişdir. Koroğlu dastanının Durna Teli qolunda hansı hadisənin səbəbi verilməyib? Koroğlunun belə bir xasiyyəti vardı ki, düşmən əlinə keçəndə Koroğlu olduğunu boynuna almazdı.
Ümumiyyətlə, təbii ki, burada düşmən əlinə keçmək və yəni bu hissədə Koroğlu olduğunu boynuna almaması Durna Telekomuna daha çox aid deyil. Heç ondan da izafə bunun səbəbi də heç yoxdur. Ona görə A variantı ilə bizim doğru variantımızdır. Giziroğlu Mustafa bəy dəstəsi ilə Çənlibelə gələndə bir tərəfə çəkilib gözlədi. Ona görə ki, onların istəmədi ki, kefin pozsun. Dedi ki, qoy yeyib içməkdədirlər, kefdədirlər də, qoy onların kefin pozmaq insafdan deyil. Eyvaz Durna Teli gətirmək üçün izin alanda Koroğlu əvvəlcə fikirləşdi ki, razılıq verməsin. Bəli, Koroğlu düşündü ki, başına xəta zad gələr, ona görə icazə vermək istəmirdi. Giziroğlu Mustafa bəy başının adamlarıyla Bağdada gəldi. Ona görə ki, Koroğluya dəstək olmaq üçün. Telli xanımın kefi sazı idi, bəli, çünki Dəmirçi oğlu sağalmışdı. Mirzə İbrahimovun Azad hekayəsindən verilmiş hadisələrin düzgün ardıcıllığını bərpa edin. Azad Təbrizin bir məhəlləsinə dərzi şagirdliyinə başlayır. Fərda Azərbaycan Xalq Konqresinin nümayəndə seçilir. Deməli, bura aid olan bir cümlə yazmalıyıq. Azadın atası dünyasını dəyişir, bu lap əvvəldədir. Anası Azadı məktəbdən ayırmağa məcbur olur. Bu da birincidən də əvvəldə olan hissədir. Ona görə gəlin biz birləri, üçləri çıxaq ilə. Fərdə anası ilə kəndə köçür. Fərdə anası ilə kəndə köçür. Kəndə köçdü. Ondan sonra bəli, Fərdə Xalq Konqresinə nümayəndə seçilir. Deməli, ondan sonra da deyir, Fərdə Azadı ağır yaralanmış vəziyyətdə görür. Deməli, bu hissəyə gedən, baxırıq 2 yoxsa 1. Azad fərşin ucunu qaldırıb torpağı öpür. Bu da ən sonda olanı, yəni yaralanmış vəziyyətdə gördükdən sonraki hissədir. Fərda Azadın fədaii dəstələrinin birinə başçılıq etdiyini öyrənir. Bəli, gəlir burada Azadı tapır və Azadı yaralanmış vəziyyətdə görür. 4-2 bizim doğru variantımızdır. Uyğunluq gözlənilmiş bəndi seçin. Mövzu, ideya, tərənnüm. Əsərdə bədii dilin mühüm hissəsidir, bəzən məcazlar adlanır. Bu bədii təsvir vasitələridir, getdi. A bəndi heç birinə aid deyil. Yazıçının oxucuya çatdırmaq istədiyi başlıca fikir, ideya. Bu ideya, başlıca fikir, niyyət, ideyadır. Yazıçının diqqət mərkəzinə çəkdiyi əsas həyatı hadisələr, əsas həyatı məsələlər, səciyyəvi hadisələr mövzudur. Bədii əsərdə hadisələrin, obrazların, əşyaların və sair əlamətlərinin sözlü ifadəsidir. Burada obrazların əlamətlərinin sözlü ifadəsinə biz portret deyə bilərik. Bu da heç birinə aid deyil. Bədii əsərdə hadisələrin, qəhrəmanların hərəkətlərini və sair yaratdığı xoş hisslərin, müsbət arzu və istəklərin, obraz və ahəngdar ifadəsidir. Müsbət arzu istəklərin, bəli, bu da tərənnümə aid fikirdir. C, B, E. C variantı bizim doğru fikrimizdir.